Borçalıların sevdiği çok güzel bir mahnı var. Aynadan güzel ayna. Mən hər zaman ayna haqqında danışanda yadıma o mahnının ilk sözləri düşür. Aynadan güzel ayna. Ama bizim həyatımıza, biz sürücülərin bəxtinə düşən ayna gözəl filan deyil. Sürücülər çox gözəl bilirlər. Əgər şəhərin mərkəzinə, yəni ayna gələnə qədər şəhərin bütün yerlərində yer tapmaq, park etmək çox asan idi. Çox rahat şəkildə əgər şəhərin mərkəzində, yaxud da hansı küçələrində işimiz, gücümüz var idisə bilirdik ki, hansı məkana gediriksə bilirdik ki, o küçələrdə biz yer tapacağıq bir şəkildə maşınımıza, orada bir parking işçisinə pul verəcəyik və işimiz nizamlanacaq. Amma indi mümkün deyil və nəinki mümkün deyil, dəftər kitabla, qanun, qayda ilə parking sisteminin bizə vermiş olduğu imkanlardan istifadə edərək belə bütün qaydalara əməl edəndə belə biz cərimələnirik dəyərli izləyicilər. Başına gələn başmaqçı olar. Dünən təsadüfən mən şəhərin mərkəzinə getməli oldum. Şəhərin mərkəzi artıq biləsiniz ki, mənim üçün qorxulu bir məkandır. Orada məni hara belə deyək də tədbirə dəvət edəndə, yeməyə dəvət edəndə, çaya dəvət edəndə birmənalı şəkildə imtina edirəm. Birmənalı şəkildə, ona görə ki, orada maşın saxlamağa yer olmur. Amma bu dəfə getdim, bir müsahibəyə getmişdim və məlum oldu ki, o Həndəvərdə bir parking var imiş. Yəni, az parkingin bəlli maşınlar üçün parking yerləri var imiş və mən orada maşını saxladım, ədəbərkanla SMS-imi göndərdim 1181-ə, çox rahat şəkildə oradan mənə geri dönüş də edildi və s. Və oranı tərk edəndən sonra yenə SMS-dən son yazdım. Mənim balansımdan 3 manat rahat şəkildə çıxıldı. 1 saat orada olduğum müddəti, 1 saat mı, 2 saat mı müddəti üçün 3 manat çıxıldı. Heç bir problem yoxdur. Səhər gəldim və yenə cərimə. Öz dərdimdən danışmıram. Sadəcə olaraq başıma gələn, əminəm ki, sizin də başınıza çox gəlib. Problem nədir? Maşını saxlamışam. Problem nədir? Balansımdan pul çıxılıb. Problem nədir? Əgər ora parklanma yeri olmasa idi, mən orada saxlaya bilməzdim. Axı, balansımdan da pul çıxılmazdı. Təsəvvür edirsinizmi, hansı saxtakarlıqlara, hansı dələduzluqlara hal-hazırda yer verirlər. Tutaq ki, sənin önündəki maşın bir qədər ona ayrılan yerdən kənara çıxıbsa və sən də məcburən bir qədər 5 sm, 6 sm kənara çıxmısansa, o biri maşının yerinə girmisənsə, çünki biraz da qabağa getsən onu vura bilərsən və 5 sm, 6 sm məsələyə görə dərhal səni cərimələyirlər 20 manat məbləğində. Həm sənin cibindən pul çıxılır parkinqə görə. Yəni parkinq etmirsən, pulunu ver. Üstəlik də ki, sən niyə 6 sm kənara çıxmısanın da cəriməsini sənin belinə yükləyirlər. Üstəlik də mesaj gəlir ki, siz çox rahat şəkildə filan məntəqədə parklanmaya görə balansınızdan 3 manat vəsait çıxıldı. Mobil tətbiq ilə daha rahat ödəniş edin. Dünən bu idi. Rahat şəkildə sevindik. Kasıbın da sevinməsi cəmi bir gün davam edir. Bir neçə saat davam edir. Bugün isə dedilər ki, bəs sabahınız xeyir olsun. Siz doğru park etməmisiniz. Park etmədiyinizə görə də, hətta onun belə deyək də mənə konkret cərimə məbləğini və s. göndərəndə konkret qeyd olundu ki, bu istiqamətdə həmin o yerin parklanmasına görə, adı da izahat da çox qəribədir. Parklanmaya görə, SMS-ə görə deyə yazırlar. Amma açırsan SMS radarı, bəlli olur ki, sən parklanmanı da etmirsən normal şəkildə. Amma bunları qane etməyən bir başqa məsələ var. Sən bu parklanma zamanı onların müəyyənləşdirdiyi yer məsələsində. İnformasiya bu cür gəlir. Nəqliyyat vasitələrinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə. Yəni, ağ yalandır. Əslində SMS var, sən parklanmaya görə SMS-lə səndən pul da çıxıblar, orada sən bildiriş də almısan. Amma dələduzluqdur, bunun adı başqa bir şey deyil. Yəni maksimum cəmiyyətin, maksimum sürücünün cibinə necə girək? Ona imkan verməyək ki, normal şəkildə parklanma üçün yer tapsın. Tapıbsa, orada da bir şəkildə bunu incidək ki, görək necə bunun bu formada cibinə girə bilərik. Və sistem o qədər mükəmməl işləyir ki, mən heyrətlər içərisindəyəm. Mənə gəlib çatana qədər, mən vətəndaşa gəlib çatana qədər, dövlətin mənə ödəməli olduğu məsələlərin ödənilməsinə çatana qədər süründürməçilik gedir, yəni korrupsiya var, rüşvət var və yaxud da uzantılar var və s. və ilaxır var. Çünki bu onların dövlətin büdcəsinə hansısa formada vətəndaşın əlini uzatması və istədiyini yox, haqq etdiyini almasıdır. Onda sistem işləmir. Amma nə zaman ki, mən vətəndaşın cibinə girib cəriməni almaq lazımdır, mükəmməl bir sistem var ortalıqda. 1 saat keçmir, 2 saat keçmir, dərhal cəriməni və dışarı çıxmaq mümkün deyil. Özümüzü populyar ulduzlar kimi hiss edirik. Hara gedirik bizi çəkirlər. Telefonumuza da şəklimizi göndərirlər ki, bugün sən necə də gözəlsən. Mən bilirsiniz nəyə başa düşmürəm? Sürət həddini də anlayaram.
Qəzanı da iraq-iraq anlayaram. Nə bilim, yanlış dönməni də anlayaram. Bütün işə hamısını anlayaram. Hansılar ki, yol hərəkət qaydalarına uyğun olaraq bizim hər sürücülərin etməli olduqlarımızdır. Amma bu parklanmadır. Bu aynanın sistemidir. Bu başdan ayağa vətəndaşın soyulmasından başqa bir şey deyil. Yanlışamsa deyin ki, yanlışam. Yenə də deyirəm, məndən SMS-i çıxır. Mənim parklanmama görə mən o ödənişi edirəm. Nə qəşəng. Bir gün sonra fikirləşir, beyninə Newtonun başına alma düşəndə Evrika deyən kimi. Bir gün sonra bunun beyninə başına bir dənə alma düşür və fikirləşir ki, mən sevinci niyə məsəl üçün əlini vəlini, niyə 3 manatla buraxdım? Xeyr ola. Orada bax fikir verin o fotolara. Orada elədi parklanma o qədər əcaibdir ki, parklanma işçisi falan da yoxdur. Ha gəlsin desin ki, xanım, məsələn burada etməyin də məsəl üçün bax bu 5 sm girib qabaq təkəriniz o birisi yerə və ya arxa təkəriniz tutaq ki, sizdən arxadakı yerin yerinə girib. Bax bu sizə cərimə olacaq. Onu deyən yoxdur. Rahat şəkildə varsa da ki, xəbərdarlıq etmirlər. Rahat şəkildə gedirsən, saxlayırsan, qabaqdakı maşın tutaq ki, sənin yerinə 5 sm giribsə, sən də məcbursan özündən arxadakı maşının yerinə girəsən, çünki onun üstünə çıxa bilməyəcəyinə görə. Dərhal bir gün sonra baxırlar, bir gün sonra ölçürlər, biçirlər ki, mən bu vətəndaşın cibinə mütləq girməliyəm. Mən də deyirəm ki, haram xoşunuz olsun. Başqa bir şey demirəm. Söhbət təkcə mənim ödəyəcəyim cərimədən getmir. Mən bütün şəkillərdə, onsuz gün ərzində o qədər şeylərə bizə aid olmayan o qədər cərimələri ödəyirik ki, o problem deyil də. Mənim dediyim bilirsiniz nədir? Əlinizi çəkin bu vətəndaşın cibindən. Bu sürücünün cibindən əlinizi çəkin. Benzin bahalaşır, dizel bahalaşır. Onsuz da maşın sürmək çətinləşib. Bununla biz şəhərdə maşınların sayını azaldacağıq deyib belə bir ucuz və ətdökən bir arqument ortaya qoyursunuzsa, buna heç kim inanmaz. Əgər maşınların sayının azaldılmasını istəyirsinizsə, sizin ictimai nəqliyyatınız super işləməlidir. Mən dəfələrlə olub ki, metrodan istifadə edirəm, amma avtobusdan istifadə edirəm. Demək olar ki, nə qədər vaxtım gedir. Vaxtında çata bilmirəm, gec olur, bəzən qatarların gecikməsi baş verir metroda olanda. Avtobus dediyi vaxtda gəlmir, yəni gözlənildiyimiz vaxtda gəlmir və s. İctimai nəqliyyatı çatımlı etməyincə, ictimai nəqliyyatı intensiv etməyincə, funksional etməyincə insanlar maşın almağa davam edəcəklər. Heç kəs nə cibinin, nə də ki canının düşməni deyil. Çünki maşın sürmək bilirsiniz ki, hərəkətsizlik deməkdir. Eyni zamanda daha çox vəsait sərf eləmək deməkdir. Amma insanlarımız görün nə vəziyyətdədirlər ki, 5 manat pul tapan kimi gedib maşın alırlar. Çünki ictimai nəqliyyat onları o qədər bezir və sıxır ki, bax siz də deyirsiniz ki, heç narahat olmayın. Biz də şəxsi maşınları olanları bu qədər incidəcəyik. Peşman eləyəcəyik sizi şəhərin mərkəzinə çıxmağa, peşman eləyəcəyik sizi ümumiyyətlə şəhərə çıxmağa. Harda nə yer varsa çalışacaq ki, orada sizi cərimələyək. Bu qədər dələduzluğu. Allah haqqı, nə yer götürər, nə göy götürər. Biraz insafınız olsun, biraz mürvətiniz olsun. Onsuz da pul gedir, onsuz da gəlir o parkinqə görə sizin büdcənizə vəsait. Amma vətəndaşın cibinə bu qədər girməyin, amma vətəndaşı bu qədər incitməyin. Amma vətəndaşı Bakıdan, şəhərdən, mərkəzdən bu qədər iyrəndirməyin. Axı, İnsan sizin insanınızdır, bizim insanımızdır. Axı bu cəmiyyət hamımızındır. Mən pafosdan uzaq danışmaq istəyirəm. Amma bir dəfə nəzərə alın ki, yəni bu insanın büdcəsinə onsuz da ziyan dəyir. Bir də ikinci dəfə yersiz, dəxilsiz yerə və çox rahat bir şəkildə dərhal o cərimə də ödənməyəndə bilirsiniz də, o polis saxlayır, maşını aparırlar cərimə meydançasına, aləm dəyir bir-birinə. Elə qəşəng işləyirlər ki, həmin o mexanizm, elə bir ki, cinayətkar saxlayırlar, elə bir ki, böyük bir qatı bir cinayətkar şəbəkənin üstünü belə deyək də açıblar, müəyyənləşdiriblər. Bax, belə bir anormal vəziyyətdə özlərini aparırlar. Vətəndaşa qarşı insaflı olun, şəhəri bu qədər zəbt eləməyin. Onsuz da hər santimetri sizindir. Gəlmişsiniz artıq yaşayış binalarının həndəvərini belə parkingin ərazisi eləmişsiniz. Hər yer pul, hər yer pul, hər yer pul. Hər yer tələ, hər yer cərimə, hər yer kamera. Bu qədər də olmaz axı. Bu qədər də olmaz. Şəhəri həbsxanaya mı çevirmək istəyirsiniz? Mən onu anlamaq istəyirəm. Bu sualın cavabını tapın, sonra bir daha danışarıq.